Hörmətli xanımlar və cənablar, əziz dostlar, musiqi sevərlər, cazmenlər və ümumiyyətlə bugün özəl televiziyalarda səslənən və Azərbaycan musiqisinə heç bir aidiyyəti olmayan o bayağı musiqilərdən bezən əziz həmvətənlər, hamınızı xoş gördük. Yaşayış həyatımızın bu bir ayrılmaz hissəsinə çevrilib. 80-ci illərdə Azərbaycan kinematografında çox maraqlı filmlər meydana gəldi və bunlardan bu filmlərdən biri də Park filmi idi. Bilmirəm, sonuncu dəfə nə vaxt baxmısınız, nə üçünsə televiziyalar bu filmə çox ögey münasibət bəsləyir. Amma bu film çox maraqlı süjet xətti olmaq etibarilə həm də bir tarixdir. Niyə görə? Çünki bu filmdə çəkilmiş aktyorlardan, filmdə rol almış sənətkarlardan biri də əfsanəvi Azərbaycan saksafonçusu Tofiq Şabanovdur, ruhu şad olsun. Bu filmə baxanda həmişə mən Tofiq Şabanova baxırdım və ona daha çox diqqət yetirirdim. Həyatda şəxsən tanımasam da, amma onun sənətinə çox böyük hörmətim, məhəbbətim vardı, həm də Qaya qrupundan. Və heç zaman düşünməzdim ki, vaxt gələcək və mən bu musiqiçilər, bu böyük musiqiçilər haqqında silsilə verilişlər və yaxud da belə proqramlarda söhbət açacağım. Amma mən bugün istəyirəm balaca bir səyahətə çıxaq, çox da böyük olmayan bir səyahətə, 30-cu illərin Bakısına gedək. Səadət Sarayından Axundov bağına tərəf yuxarı qalxanda qarşımızda olan tarixi mülklərdən birinin həyətinə sola burularaq həyətə daxil olsaq, həmin həyəti həmən tanıyacaq. Bu, bizim Cəbiş müəllim filminin çəkildiyi həyətdir. Təsəvvür edin ki, bu həyət bu filmlə yox, daha başqa bir şəxsiyyətlə və bir zamanlar 30-cu illərdə mənzillərdən birindən gələn saksafon səsi ilə məşhurlaşmışdı. Artıq Bakılılar və şəhərin sakinləri və o cümlədən həmin binanın sakinləri azar-bezar olmuşdular. Çünki mənzillərdən birindən gələn o qarmaqarışıq saksafon səsi onları yorurdu. Amma bu bir məşq idi və valideynləri də, qonşular da həmin o gəncə tez-tez irad bildirər. Ay Pərviz, bir normal bir şey çaldı. Bu nədir belə ifa eləyirsən? Pərviz onlara baxırdı, başını aşağı salırdı, gülümsünürdü, heç bir söz demirdi. Məclislərdə bəzən ifalar edirdi, yaxşı kompozisiyaları ifa edirdi, Üzeyir bəyin əsərlərinə müraciət edirdi. Amma yenə də onun bir yolu var idi. Saksafonda 30-cu illərin sonlarında ilk dəfə çahargahı ifa eləmişdi. Və məhz bu ifa ilə ilk dəfə olaraq Azərbaycan muğamının cazda improvizəsi səslənmişdi. Yeri gəlmişkən sizə də onu da söyləyim, həm burada oturan görkəmli musiqi xadimlərimiz, o cümlədən istəyirəm onu sürəkli alqışlarla alqışlayaq. Eldar Mansurov. Eldar müəllim, xoş gəlmişsiniz. Və digər bəstəkarlarımızla söhbətlərdə onlar mənə dedilər ki, ay balam, yoxdur belə söz. Caz muğam adlı söz yoxdur, termin yoxdur. Caz var və muğam var. Bəlkə bunun adını ya fusion qoyaq, ya da ki, cazda muğam improvizələri. Həmin o zamandan etibarən Pərviz Rüstəmbəyov ilk dəfə çahargahı ifa eləmişdi. Sonra onu Tofiq Quliyev öz orkestrinə aparmışdı, Svasmanın orkestrində çıxış eləmişdi. 49-cu ildə Sovet repressiya maşını bu istedadlı saksafonçunu əzdi. Amma 41-ci ildə ilk dəfə sentyabr ayında, baxmayaraq ki, Böyük Vətən müharibəsi başlamışdı, konser salonlarının birində Azərbaycan Dövlət Caz Orkestrinin böyük çıxışı baş tutdu. Və bu orkestrin əsas üzvləri nəfəs musiqi alətlərinin ifaçıları idi. Və bunlar arasında sonradan çox məşhur olan isimlərə rast gələcək. İsmail Kələntərli, Ələkbər Seyfi və digərləri. Bunlar Azərbaycan cazının və Azərbaycan nəfəs musiqi alətləri, saksafonun baniləridir. Cazda ifa edən baniləridir, görkəmli şəxsiyyətlərdir. Sonra müharibə dövründə caz qadağan olunacaq, müharibədən sonra isə ümumiyyətlə heç yerdə caz ifa olunmayacaq, amma müharibə başlanmazdan bir il əvvəl Azərbaycanda bir ad meydana gələcək, Vaqif adı.
Vaqif sonradan Azərbaycanın böyük pianoçularından birinə çevriləcək. Ondan 4 il əvvəl dünyaya gəlmiş Rafiq Babayev də olacaq. O da Azərbaycan cazı üçün böyük işlər görəcək. O cümlədən nəfəs musiqi alətlərini öz orkestrinə, öz ansambllarına ifaçıları dəvət edəcək və o səslənməni, yeni səslənməni təşkil edəcək. Müxtəlif orkestrlər var idi və 40-cı illərin sonlarında Bakıda demək olar ki, əsas kinoteatrlarda, Nizami kinoteatrında, Araz və Azərbaycan kinoteatrında kinodan əvvəl musiqi sessiyaları olurdu. Xüsusilə bu yöndə Nizami kinoteatrı çox məşhur idi. Burada məşhur musiqiçilər və məşhur musiqi xadimləri çalışırdılar. Həm Rauf Hacıyev, həm Tofiq Quliyev və digərləri bu orkestrləri yaratmaqla insanlarda bir növ ciddi musiqiyə bir təbliğat maşını yaratmışdılar. 50-ci illərin sonlarında yaranmış digər orkestrlər, bütün bu orkestrlərə daha sonra Rəşid Behbudovun da orkestri əlavə olunur və günlərin bir günündə iki məşhur kollektiv Azərbaycanda meydana gəlir. Rauf Hacıyevin başçılıq etdiyi Dövlət Caz Orkestri, buna Dövlət Cazı da deyirdilər. Bir də Azərbaycan televiziyası və radiosu Tofiq Əhmədovun başçılıq etdiyi Estrada Simfonik Orkestri. Onlar da Azərbaycan musiqisi üçün böyük işlər gördülər. Xüsusilə saksafon, musiqi alətləri, klarnet və fleyta ilə çox görkəmli ifaçıları yetişdirdilər. Arif Cahangirovu bu yerdə xatırlamaq istərdim. Arif müəllim nə qədər gənc saksafonçunun müəllimi olub və onlara yeni bir yol, yeni bir cığır göstərib, ruhu şad olsun. Və yaxud da elə adını çəkdiyim Tofiq Şabanov, Arzu Hüseynov. Bütün bunlar Azərbaycan cazının əfsanələridir. Rafiq Babayevin adını çəkdiyi onun qrupunda ifa edən məşhur musiqiçilər sırasında saksafonçu da var idi və o sonradan Moskvaya getdi, Stepanishev. Digərləri var idi. Bütün bunlar hamısı nəfəs musiqi alətlərinə və ən əsası da saksafona olan münasibəti formalaşdırmışdılar. 90-cı illərdə, daha doğrusu 80-ci illərin ortalarından daha bir ad Azərbaycanda parlamağa başladı. Onun musiqiyə olan münasibəti, onun bəstələdiyi əsərlər bir-birinin ardınca məşhur hitlərə çevrilir. Söhbət bugün adını bayaq aparıcı xanımımız söylədiyi Azərbaycanın görkəmli musiqi xadimi Vaqif Gərayzadədən gedir. Bir alqışlayaq. Hər zaman ona dostum və qardaşım deyirəm. Vaqif müəllimin musiqiyə və musiqi alətlərinə dəqiq, həssas yanaşması nəticəsində biz yenidən yeni bir səslənmənin şahidi olduq və bu 80-ci illərin ikinci yarısından etibarən bizi əhatə edəndir. Çox yormaq istəmirəm sizi. Bugün biz Teymur Abdullayevin və onun dostlarının konsertindəyik. Teymuru ilk dəfə mən Big Banddə eşitdim və bu insanın istedadına heyran qalmamaq mümkün deyildi. Virtuoz ifaçı olmaq etibarilə musiqiyə olan münasibəti onun təhsilindən gəlir. Həm musiqi məktəbində, həm konservatoriyadan sonra müxtəlif kollektivlər və nəhayət bugün o özünün ilk böyük solo konsertini sizin qarşınızda təqdim edəcək. Əziz musiqi həvəskarları, diqqətlə izləyin. Bugün dinlədiyimiz, bayaq söylədiyim özəl televiziyalardan eşitdiyimiz musiqidən tamam fərqlənir. Bir neçə saatımızı biz burada ruhumuza qida olaraq alacağıq. Sonra küçəyə çıxanda birdən-birə hər şey dəyişəcək. Ona görə bu gecəni uzun müddət yadımızda saxlayaq. Bütün musiqiçilərimizə təşəkkürlər. Sizə xoş əhval-ruhiyyə və burada eşitdiyiniz musiqidən zövq almağı arzu edirəm. Təşəkkür edirəm diqqətinizə görə.